seminarımız olacaqdır. Orada da hər birinizi gözləyirəm. Bugünkü seminarımızın mövzusu hal-hazırda olan, kampaniyada olan məhsullarımız və 2 sürpriz hədiyyəmiz olacaqdır. Həmin məhsullar haqqında sizə məlumatlar veriləcək. İnanıram ki, bu seminar boyunca hər biriniz dinləyərsiniz, bir faydasını görərsiniz, bir xeyrini görərsiniz. Məqsədimiz hər birinizi maarifləndirmək və ekiplərinizə bu aldığınız bilgiləri ötürmək ki, ekipləriniz də bu kampaniyadan yararlansınız. Bilirsiniz ki, hal-hazırda kampaniyamız 5-də 3-dür. Olan məhsullarda çamaşır tozudur, çamaşır qoxusudur, sabundur, duş jeldir, olğun cildlər kremidir. Bu məhsullarımızın hər biri bir-birindən dəyərli məhsullardır. Hər biri evinizə lazım olan məhsullardır. Hər ay istifadə etdiyiniz sabun, duş jelləri, paraşutlar, nəmləndirici üçün kremlər istifadə edirsiniz. Bunların hamısı hədiyyələrdə var. Özünüzə lazım olan digər məhsulları alanda bunları da üzərində hədiyyə götürə bilirsiniz. Keçək məhsullarımız haqqında məlumata. Deməli, yuyucu vasitələrimiz haqqında ilk öncə danışmaq istəyirəm. Çamaşır tozu və çamaşır qoxusu haqqında danışmaq istəyirəm. Fosfatsız və təbii tərkibli olması ilə seçilir bu məhsullarımız. Paltarları effektiv şəkildə təmizləyir, eyni zamanda rəngini də qoruyur. Yuyucu vasitələr həm də allerjik reaksiyalara səbəb olmayan hipoallerjiya tərkibə malikdir. Dərini qızıqlandırmır. Bu da həssas dərilər üçün olan problemi yaratmır. Dərini qızıqlandırmadan təbii maddələr olmasına baxmayaraq dəriniz daha da gözəlləşir. Əsasən həssas dərilər üçün istehsal olunmuş bir məhsuldur bu. Ekzema, sədəf, psoriaz, göbələk xəstəliyi kimi problemlər üçün yuyucu vasitələr xüsusilə hazırlanıbdır. Bu məhsullar dərinin qızıqlanmasının qarşısını almaqla yanaşı həm də iltihabı da azaldır. Bu məhsulları tövsiyə edəcəyiniz insanlarda yara vardırsa, dərilərində bir çapıq, yanıq vardırsa, bunların da demək olar ki, sağaltmasına kömək edir. Paltarınızı yuyanda, paltarlarınızı bir sirkəliyin quruyandan sonra görəsiniz ki, həmin paltarlarda toz qalxır. Bizim məhsullarına yumamışdan öncə. Amma ersaq məhsullarını güdükdən sonra bu olmur. Görəsiniz ki, bunlar mümkün deyil. Çünki təbii tərkibli olduğuna görə də paltarlarınızın rəngi canlanır. Əsasən də qara rənglər, tünd rənglər. Paltarlarınızın rəngi solmur. Qara paltarları bir ildən ikinci ilə saxlayarkən görürsünüz ki, rəngi boz deyil də sarımtıl bir rəngə çalır. Bunu ersağın yuyucu vasitələri ilə yudukdan sonra görəsiniz ki, bunlar artıq olmur. Yəni, paltarın rəngi aldığınız gün necə idisə, gələn ilə qalanda bundan da gözəl olur. Bundan əlavə bizim hədiyyədə olan duş jeli və sabun vardır. Bu iki məhsulumuz da təbii tərkibdə olan bir məhsuldur. Dərini yumuşaldır, qidalandırır, dərini təravətləndirir, daha gözəl olursunuz, bədəniniz yaxşı iyilənir. Demək olar ki, bir duş jelini yuyunduqdan sonra, sabunlu istifadə etdikdən sonra, bir saat sonra bədəndən çəkilir gedir. Amma bu məhsullar artıq gələn dəfə bədəninizi yuyana qədər və ya əllərinizi yuyana qədər görəsiniz ki, ətri getmir. Xüsusilə hazırlanmış bu məhsullardır. Dərinizin gözəl olması üçün xüsusilə hazırlanmış bir məhsullardır. Bu məhsulların ikisi də allergiya reaksiyası vermir, yəni dəriniz allergiyalı olmur, qaşıntınız olmur, çat olmur, quruluq olmur. Əsasən allergiyalı olan bədənlərə verin ki, mənim öz uşağımda da elə idi, bədəni yun paltar geyinəndən sonra başlayırdı qaşınmağa, səpməyə. Bu duş jellərini istifadə etdikdən sonra artıq bədəndə qaşıntı olmurdu. Bütün dəri tiplərinə uyğun olaraq istehsal olunmuş bu məhsullardır. Dərinin pH balansını qoruyan məhsuldur. Tərkibi yalnız bitkilərdən hazırlanır. Bitkilər və bitkinin kökü və çiçəklərindən hazırlanır. Bizim olmazsa olmazımız olan olğun cilt kremimiz vardır. Xanımların sevərək istifadə etdiyi bir məhsuldur bu məhsul. Çünki olğun cildlər kremin dərinin elastikliyini və mükəmməliyini artırmağa, qırışları azaltmağa, dəriyə parlaqlıq verməyə kömək edir. Bu krem dərinin yaşlanma əlamətləri ilə mübarizə aparır. Xüsusi olaraq hazırlanmış bir kremdir. Tərkibində arqan yağı, avokado, zeytun yağı, həmçinin E vitamini və hyaluronik turşusu mövcuddur. Dərini ağardır, parlaqlıq verir, dərini nəmləndirir.
Məhsulların hər biri bir-birindən keyfiyyətlidir. Həm nəmləndirici üçün istifadə edə bilərsiniz. Tonal altından baza kimi istifadə edə bilərsiniz. Məhsulu gecə yatarkən istifadə edin ki, dəriniz dartılır. Əsas da bu hissələriniz dartılır. Bu hissələrinizdə sallanmalar olmur. Bu hissələrinizdə qırışlar yaranmır. Dərin qırışları, alnınızın bu hissələrində qırışlar vardırsa, bunların qırışını açır, xətt vardırsa bu hissələrinizdə bu qırışları açır və tamamən demək olar dəriniz botoks effekti verir dərinizə. İynələrdən azad olmaq üçün, iynələrdən istifadə etməmək üçün təbii tərkibli məhsullara üz tutmağınız bir gün yox, 2 günə bu nəticə göstərmir. Təbii ki, buna zaman alır. Bu da 1 aya, 2 aya sizin dəriniz getdikcə artıq cavanlaşır, daha da gözəlləşir. Qırışlarınızın tamamən aradan qaldırır. Əsasən də mimik qırışlar, bu hissədə olan qırışlar, dəri altı, göz altı qaralmaları da aradan qaldırır, dərinin rəngini aparır, günəş ləkələrini aradan qaldırır, rahatlıqla tövsiyə edə biləcəyiniz məhsuldur. Və bizim istifadə etdiyimiz arqan yağlı şampuan vardı. Bu arqan yağlı şampuanı istəyərdim ki, özüm istifadə edirəm. İstəyirəm ki, sizlərə də bir növ tövsiyə eləyəm. Sizlər də bu məhsuldan istifadə edəsiniz. Şirkətimiz fəlsəfəsinə uyğun olaraq yenə də fosfat, sodium, lariy, sulfat və parabendən istifadə etmədən təbii tərkibli olan arqan yağlı şampuanı istehsal edibdir. Saç dərisini nəmləndirir, qidalandırır, qurumuş və zədələnmiş saçları canlandırır, saç tellərini bəsləyir, demək olar, yumuşaldır, yumuşaq edir. Əgər cod saçlarınız varsa, canlılıq verir, parlaqlıq verir bu şampuanda saçlarınıza. Boyalı saçlar üçün uyğun bir şampuandır və saç tökülməsində qarşısını alır bu şampuan. Bundan əlavə də evdə istifadə edirik. Dedim, sizlərə də tövsiyə edim. Bu qidadan siz də istifadə edin. Dediyim qida zeytin yaprağı ekstratıdır. Zeytin yaprağı ekstratı tərkibində alepen adlı maddələr sayəsində antioksidan, iltihab əleyhinə, antimikrobiyal xüsusiyyəti ilə malikdir. Bu xüsusiyyətlər sayəsində bir çox sağlamlığa faydası olan bir qidadır. İmmunitet sistemini gücləndirir, xəstəliklərə qarşı qoruyucudur, qan şəkərini tənzimləyir, şəkər xəstəliyinin riskini azaldır, ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini aşağı salır, xolesteroli kömək edir, antioksidan təsir göstərir, hüceyrə yenilənməsində, əzələlərin möhkəmlənməsində kömək edir, iltihabı azaldır, bakteriya, virus, göbələk kimi xəstəliklərdə böyük köməkçilik edir. Bu qida takviyəsi haqqında nə qədər danışsaq, bir o qədər az olur. Çünki özünüz istifadə edirsiniz, nəticələrini məndən də yaxşı bilirsiniz. Amma evinizdə çox adam istifadə etmir, alıb istifadə etmirsə və ya hədiyyə verirsə, bunu heç kimə verməyin. Sevərək istifadə edin. Havalar bir gün isti olur, bir gün soyuq olur. Bilmirsiniz ki, havalar necə keçir. Beləliklə də nə olur? Xəstəliklər baş alır gedir. Bunların olmaması üçün zeytin yaprağı ekstratını heç kimə vermədən özünüz evdə rahatlıqla istifadə edə bilərsiniz. Bu zeytin yaprağı ekstratı haqqında kimlər nə məlumatı vardırsa bölüşə bilər, yoxsa yox? Mikrofonu açıb bölüşsün mənimlə. Eşidirsiniz, səsim gəlir sizə xanımlar? Gəlir. Kimsə var burada? Var. Xanımlar, səsim gəlir? Gəlir. Buyurun, başlayın. Görək kimlər zeytin yaprağı ekstratı haqqında məlumat bilir? Heç kim zeytin Axşamınız yaprağı xeyir. haqqında məlumat Axşamınız bilir? xeyir Zümrüt xanım, necəsiz? Axşamınız xeyir olsun, Ancaq xanım, çox sağ olun. Siz necəsiz? Yaxşıyam, şükürlər olsun, Allah razı olsun. Zeytun yaprağı haqqında onu demək istərdim ki, bu yaxınlarda üstünüzə sağlıq oğlum xəstələnmişdi. Düzdür, yaşı az olmasına baxmayaraq çox az doza ilə belə deyək viruslardan qalxmışdı və deyərdim ki, antibiotikdə, yəni hələ də öz təsirini göstərməmişdi. Amma inandırım sizi ki, bizim biraz masaj kremi ilə qızdırması falan var idi. Qolun altını, bədənini masaj etdim. Ondan sonra zeytun yaprağı ekstratından dediyim kimi az doza ilə istifadə etsəm də çox gözəl, yəni həm qızdırmasını saldı, həm də eyni zamanda o virusların öldürülməsinə kömək elədi. Yəni həqiqətən də o qədər çox effekt verəcəyini mən gözləməzdim. Maşallah olsun.
Nəinki zeytin yaprağı ekstraktı, digər qida takviyələrimiz də eyni ilə nəticə verə bilər. Başqa kimlər zeytin yaprağı haqqında danışa bilər? Axşamınız xeyir olsun, xanımlar, Axşamınız bəylər, xeyir. Şəx xanım. Mən də istifadə eləyirəm, amma təzəyəm də, bir 10 gün var istifadə eləyirəm və bacıma da tövsiyə eləmişəm. Onun o təzyiqi belə tez bir zamanda salması həqiqətən çox adama xoş gedir də bu. Yəni böyük bacım məsələn həmişə təzyiq üstündə uğraşır, saatlarla, günlərlə təzyiqini sala bilmirdi. Amma bundan mən istifadə elədim. Əfruz xanım demişdi sağ olsun. Yəni ona da tövsiyə eləmişəm. 5 dəqiqə, 10 dəqiqənin içində deməli 190-200-ə yaxın olan təzyiqi saldı 128-ə. Ondan sonra özdə bacım elə inanan deyil daha hər şeyə. Dedi, hə, buna inandı. Ondan sonra götürdüm, ona da verdim. Sonra bugün kürəkənimdə olmuşdu təzyiq. Elə onu götürüb istifadə eləyən kimi 5-10 dəqiqədən sonra dedi, nə yaxşı şeydir bu, başım dincəldi. Təzyiq qalxmışdı. Mənim özümdə istifadə eləyirəm. Məndə də təzyiq olan idi. Özdə az bir təzyiq mənə güclü baş ağrısı verirdi. Yəqin məndə sıxılmalar var, onunla əlaqədardır nədirsə. Ondan bəri, onu istifadə eləyəndən bəri, yəni çox rahatam da, başım ağrımır, nə bilim, belə rahatçılıqdır məndə, nə bilim, çox güman ki, onun təsiridir. Amma başımda təzyiq olmur. Təzyiq olmursa, deməli, başım ağrımırsa, deməli, təzyiqim də olmur. Hələ ki, Allah bu şəfa qədər. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun Əfruz xanım. Hər bir xeyirli olsun. Əlbəttə, nəticələri eşidənlər üçün məhsullarımızın faydalarını bilərək daha çox tələbat yaranır. Çünki həqiqətən Ersaf məhsulları bir sözlə möhtəşəmdir, möhtəşəm. Mən illərlə ürəyimdə parok olduğuna görə hipertonik olmuşam, təzyiqdən əziyyət çəkmişəm. Ülkər xanımcıya da ona görə məsləhət görmüşdüm. Yəni uzun illər dərmanlara möhtac yaşamışam. Amma bax bu zeytun ekstraktı məni o dərmanlardan qurtardı. Hələ indi mən işləyim sizə çox yəni əlavə qida əlavələri də o qədər istifadə eləmirəm. Zeytun ekstraktı amma həmişə sumkamdadır. Elə görsəm ki, biraz halım dəyişir, heç təzyiqimi də ölçmürəm. Bir balaca dilimin altına salıram, 5 dəqiqəyə artıq düzəldim. Zümrüd müdürümcül görür də, mən 5 dəqiqə halım belə olanda 5 dəqiqə yaxşıyam. Düzdür, düzdür. Allah şəfa versin hamınıza, heç kim xəstələnməsin. Yəni insanlar üçün ən böyük qazanc, ən dəyərli olan sağlıqdır. Ersaq da onu hamıya verir. Bundan gözəl nə olsun? Hələ üstəlik də o məhsulları alacaqları pulu da Ersaq sizə verir, qazandırır. Sadəcə məhsullarımızı düzgün tanıdın, yetərlidir. Bundan əlavə Əfruz xanım, hədiyyələr pulsuz şəkildə gəlir. Demək olar ki, hər ay biz nə qədər təmizlik vasitəsinə pul veririk və bunları hər ay biz pulsuz götürdükdə evimizdə olan o artıq xərclədiyimiz pullar da cibimizdə qalır. Biz hər ay evimizə paraşok da alırıq, hər ay evimizə şampun da alırıq, hər ay evimizə qab şampunu da alırıq və ya digər məhsullardan da alırıq, nəmləndiricidir, kosmetikadır, hər zaman alınan məhsullardır bunlar. Biz bunları artıq üzvlərimizi cəlb etdikcə, müştərilərimiz olduqca biz bunları pulsuz götürə bilirik ki, həmin məhsullarda pulsuz rahatlıqla istifadə edə bilək. Gedib pul verib alanda hamam təmizləməsini, qab şampununu qısa-qısa istifadə edirsiniz. Amma pulsuz alanda boluna istifadə edirsiniz. Yəni artıq gözünüzə gəlmir. Rahatlığına püskürtmədir, sürtmədir, yumadır. Elə rahatlığına yuyursunuz ki, heç gözünə də gəlmir ki, bu məhsula mən pul vermişəm ya da verməmişəm. Hal-hazırda olan hədiyyələrimiz isə 5də 3 kampaniyasıdır. Özünüzə lazım olan 115 manatlıq məhsulu aldıqda üzərində isə 3 hədiyyə götürürsünüz. Bundan əlavə də kampaniya başlayanda isə üzərində 5 hədiyyə götürürsünüz. 5 dənə məhsul pulsuz və çatdırılması da pulsuz. Üstündə kataloqu da pulsuz göndərilir. Heç bir şirkətdə bu yoxdur. Heç bir şirkət sizə bu avantajı vermir. Heç bir şirkət sizə belə təmiz məhsul vermir. Biraz öncə mənə bir reklam gəlibdi. Şirkətinə dəvət edir məni. Və dəvət edəndə məhsullar haqqında məlumat verir, firmanın adını çəkmirəm və təriflədiyi məhsullarda bir məhsul deyil ki, deyəm ki, hədə ən azından bir balaca nəysə bir şey var. Deyirəm ki, mən Ersaq məhsullarını istifadə edirəm, çox da razıyam, sanki bir kənar bir insan kimi, izləyən bir insan kimi. Xanım bildirir ki, bəs qiyməti necə? Deyirəm ki,
keyfiyyətinə görə qiyməti var. Hə, artıq şirkətim qoyub kənara mənə deyir ki, hə, mən də bəyənirəm o şirkəti, məhsullarını çox istifadə edirəm. Halbuki digər şirkəti reklam edirdi, mənimlə bərabər gəlib başlayıb Ersaqdakı məhsulları tərifləməyə. Yəni bizim ətrafımızda olan insanlar bizim məhsulumuzun keyfiyyəti haqqında hər zaman gözəl danışır. Bizim məhsulların keyfiyyəti haqqında hələ mənfi cavab almamışıq. Əksinə hər zaman da müsbət cavab almışıq. Bu da nə deməkdir? Bu da şirkətin istehsal etdiyi məhsulların hər zaman ön planda olub, hər zaman keyfiyyətinə üstünlük verib, istehsal etdiyi məhsulun xam maddəsindən tutmuş plastik qablarına qədər hər bir şeyini düzgün bir şəkildə istehsal etdiyinin nəticəsidir. Mənim səsim gəlir, xanımlar. Gəlir. Kimlərin Yox, fikirləri var? Buyursun, danışsın. Buyursun, fikirlərini bölüşsün. Anlamadım. Mən bu yaxınlarda bir 2-3 gün bundan qabaq getdim, bütün analizlərdən keçdim. Aha. 2 il bundan əvvəl keçdiyim analizlər idi. Hansı ki, mən 3 aydan bir, 2 aydan bir gedirdim, artrit analizləri, zob, nə bilim, nələr də verirdim. Amma məhsullardan bəri, yəni mən çox arxayınladım. Bilirəm ki, təbii məhsullar gözəl bir şeydir. Özüm də vurğunuyam da onların. Yəni yenə dedim, tənbəllik basmışdı mənə, amma dedim yox, gedim bir yoxlanım. Nəysə şükür hər şey yaxşı çıxdı. Bütün infeksiya analizləri verdim, qaraciyər, nə bilim artrit, zad, çox şeydə ürək, hər şeydən keçdim. Gözdə quruluğum çox idi, göz quruluğu məndə azalıb tamamilə. Balıq yağımız gəlib tezliklə sistemdə açılacaq. İstifadə edə bilərsiniz. Güzel, hə, baxmaya lazımdır. Yəni ki, azmaz orada burada nəsə elə belə şeylər oldu. Yəni onlar da heç də onları bir ötüşdürmək olur. Yəni artrit biraz problemim oldu. Biraz gün çox çıxıb. Bir də öddə batmadı. Belə bir şeylər, xırdapara şeylər. Yəni mən bir dənə söz soruşa bilərəm sizdən bu ödə Əlbəttə görə. ki. Bu Əlbəttə ki. öddə məndə durğunluq var. Bir də ağızda əyrilik var da. Mən bu ödlə uğraşa qalmışam. Öddə əyrilik var. Ödün ağzında əyrilik var. Onunla Aha. mən nəticə ala bilmirəm də o qədər. Elə bir səhər-səhər duranda ağzımın tamı başqa olur. Sonra ağızda acılıq olur və bir də tükürcəyin rəngi başqa olur da. Məndə sarıya çalır. Bəzən Ağızda əvvəl qəhvəyi deməli, kimi olur. Damaq ağızda problemi var idi, amma onu həll eləmişəm. Damaqda elə problemim yoxdur. Yəni daim istifadə edirəm pastadan. Amma belə ödümlə nəsə uğraşıram. O qədər mənə nəticə vermir. Bilmirəm buna nə eləyə bilərəm mən. deməli, sizə belə fikrinizi Hal-hazırda bitirdiniz. bir dəqiqə, hal-hazırda kurkumin içirəm, zeytun Hı. yarpağı içirəm, D3 K2 içirəm. Onları qəbul edirəm. Hal-hazırda bunlardır məndə. Zeytin yaprağı içirsiniz. Nə içirsiniz bir də? Nə dedim, D3 K2, kurkumin, yarpağı. Deməli, baxın, mədən ağzınıza gələn o acı, səhər-səhər ağzınızdan gələn o turşməcə dad, pis bir o sarı rəngdə olan o ağzınızın suyu, bunların hamısı mədəninizin turşuluğunun çox olmağıdır. Mədən də turşuluğun çox olmağı, yediyiniz qida, turş, şirin, nə yeyirsinizsə, həmin o yediyiniz qidalardandır. İstər bu təbii olsun, fərqi yoxdur. İstər olmasın, istər sulu yemək olsun, quru yemək olsun, fərqi yoxdur. Yediyiniz yeməklərin duzlu, istiyotlu və ya çox şirin olmağından, tomatlı belə olması, pomidorun belə özünü yeməyiniz sizin mədəninizin belə ağzınızda hər gün bunların olmasına gətirib çıxardacaq. Birinci mədəninizin Amma deyim ki, məndə qıçqırma, yəni yoga yoxdur, belə şeylər yoxdur. O barədə yaxşıyam, rahatlaşmışam. Necə? Əvvəl çox. Qıçqırma zad yoxdur. Yəni deyim Yox, ki, qıcqırma olmur zaten. Mədənizdə o qıcqırma olmur. Yediyiniz pomidordur, yediyiniz adi tomatdır, tomatlı yeməklər pişirirsinizsə, fərqi yoxdur. Yediyiniz turşmacə alçadır və ya göylərdir, göy-göyərti belə olmuş olsa, siz bunların hamısından yedikdə mədə turşuluğu çox olur və mədə turşuluğu gəlib boğazın burasında dayanır. Səhər yuxudan durduqda ağzınız acı, ağız suyunuzun rəngi sarımtıl, tam sarı yox, sarıya belə çalan,
Bəzi hallarda tam sarı ola bilən turşuluqdur, mədənin turşuluğudur. O da çox yediyiniz qidalardan olur. Öd hissənizin əyri olması ona heç bir şey deyə bilmərəm, çünki mən o barədə məlumatım yoxdur. Bunu yalnız həkimə məsləhətləşə bilərsiniz. Bir də ödünüzdə nə olduğunu demişdiniz. Öddə durğunluq. Bir də Durğunluq. xanım, axır vaxtlar məndə döyüntü yaranır. Bilmirəm ki, ürəkdə deyir heç nə yoxdur, exo elətdirmişəm, heç nə yoxdur. Amma mədənin ağzında genişlənmə var. Bilmirəm ondan əlaqədardır. O Məndə ondan ola bilər. mədə Döyüntü. problemidir də, məndə mədə problemi çox güman ki. Aha. Mədə bağırsağının düzəlməsi üçün mədənizdə əgər adi sizin qastrit varsa, səpişmələr vardırsa mədənizdə, bunların hamısından ola bilər. Siz ilk öncə mədənizin tam şəkildə gələrsiniz ofisə, indi müdürünüz Əfruz xanımdırsa, Əfruz xanıma bunların geniş məlumatını verərsiniz. Bir də ki, ödünüzü həkim nə yazıb sizə, bunlara da baxar. Həkimin məsləhəti və bizim qidalar da elə həkimlə məsləhətləşərsiniz. Çünki çox həkim artıq bizim məhsulları reseptinə yazır ki, müalicəni bu üsulda aparın. Danışarsınız, məsləhətləşərsiniz. Heç bir həkimin müalicəsini, o revmatoloq da mənə müalicə yazdı ki, 4-5 günə dərman, heç nə eləməmişəm. Heç nə eləyə də bilmirəm, öyle dərmanlara baxa bilmirəm, yaxın dura bilmirəm sözün düzü. Bir dənə şey soruşdum sizdən. Mən hansısa bir xəstəni müalicə eləmək üçün mən sırf kimə müraciət edim? Bir dənə mənim qarşımı belə bir şey kəsir də. Məsələn, xəstə var, amma mən onu Sizin ehtiyat xəstəliyi edirəm. müalicə eləmək üçün birincisi həkim məsləhətindən keçməlidir. Həkimin müayinəsindən keçməlidir. Həkim onun diaqnozunu qoyduqdan sonra siz sponsorunuz kimdir? Əfruz xanımsa Əfruz xanıma yaxınlaşırsınız. Əfruz xanım da bildiyi məhsullardırsa sizə bütün məlumatları verir. Əgər yox, Əfruz xanımın biləcəyi şey deyilsə, bundan şirkətimizin koordinatorları var. Yönləndiririk onlara, onlar bizə nə məlumat lazımdırsa verir. Fərqi yoxdur, yəni sizin müdürünüz Əfruz xanımdır və ya sponsorunuz kimdir, buna yaxınlaşırsınız. Amma ilk öncə həkim məsləhətindən mütləq şəkildə müayinələrdən keçməlidir ki, diaqnozu həkim qoysun. Biz yəni diaqnoz qoymuruq, həkim qoyur onu. Düz, tamam elə var. O düzdür. Mənim özümün əlimdə nə qədər kağızlarım var da. Prosto qalmışam ki, mən məsəl üçün də sırf Darıxma, Gülçər xanım, darıxma. Afrikan- Ersaqdasan. Artıq Onu əmin sayıyorum da, əllərdəsin. onu Hər şey yaxşı sayıyorum. olacaq. İnşallah. Adi diş macunları belə xanım, dişinizi yuduqda sizin mədənizi sağaldacaqdır. Diş macunları ilə dişlərinizi yuduqda mədəniz belə sağalacaq. Onu ancaq belə yuduqsa tüpürməliyik, yoxsa udmaqsa da olur, belə ağza qoyub udmaqsa belə bir şeylər var. Onlar etməyin. Eğer dişinizi yuduqda zaten sizin mədənizə gedir çatır. Bilirəm, o var. Ara vermirəm, elə çıxardıqca alıram. İstifadə edirik biz. Belə. Allah şəfa versin, inşallah tezliklə bütün problemləriniz aradan qalxar. Bir də beyninizdən atın onları. Beyninizdə saxladıqca daha da üstünə gəlir. Amma beyninizdən atdıqdan sonra ki, mən yaxşıyam, sağlamam, heç bir problemim yoxdur. Bundan sonra daha da yaxşı olacam dediyiniz halda düzəlirsiniz. Kompleksin əvvəllər idi, o çox stressiz də düşür. Mən məhsulları tanıyandan bəri mən çox rahatlaşmışam həqiqətən. Nə gözəl, çox sevindim bunu eşitməyə. Bəli. Vallahi elə biz harda olduğumuzun fərqində olanda belə inanın ki, elə bir ki adam arxayınlaşır. O bir tərəfdən də psixi təsir eləyir. Psixoloji çox yaxşı təsir eləyir belə şeylər. Mən öz ətrafımda oğlum var, qızım var, nəvim var, kim var. Amma eləyənə eləmirsə adam qalır belə ki, inanmır bir tərəfdən, bir yandan. Məsəl üçün deyirəm də İnanacaqlar. Gülçər xanım, hələ Amma bizim zaman sağlıq elə təbii ki. birinci təmizlik vasitələrindən başlayır onsuz da. İnsanlar evinlərindən kimyasalları çıxardıqca onsuz da bir çox problemlərdən qurtulacaqlar. Arxasınca da problemlərinə uyğun Zümrüd müdürümün dediyi kimi müayinələr əsasında diaqnozlara görə, yəni biz problemi düzgün bilməliyik ki, düzgün də məsləhət verə bilək. Ondan sonra hər problemin əlbəttə ki, Allah uzaq eləsin, ciddi fəsadlarda mütləq həkim müalicəsi lazımdır. O öz yerində. Amma yenə də bizim məhsullarımız köməkçi olaraq daha tez sağalmağa kömək edir. Salam Bir də ki, müəssisəsi. bizim məhsullar
Ona görə də arxayınam. Yəni bilirəm ki, belə bir şeylər var, lazım olan vaxtda istifadə eləyəcəyik, şəfasını da görəcəyik Bəli, inşallah. bəli, bəli. Özü şükürlər olsun Allaha. Yeni istehsal olan məhsullarımız da dayanmadan çoxalır. Yəni burada hər bir problemin çarəsi də var. Ən əsas da odur ki, biz xalqımızı maarifləndirməliyik. Onlara təbliğ etməliyik ki, insan gərək sağlığını vaxtında qorusun. Profilaktik olaraq hər kəs sağlığının qayğısına qalsa, zaten yeməklərə əlavə olaraq qida əlavələrindən istifadə etsələr, heç nə xəstəliklərə düşməzlər, nə həkimə, nə dərmanlara düşməzlər. İnşallah bütün xalqımız daha sağlam və uzun ömürlü olar. Eyni zamanda biznesimizdən də istifadə edərək daha gözəl yaşayar. İnşallah. Əfruz xanım, bax, mən də bir şey demək istəyirəm. Bax, indi bir nəfər var idi, görsən ki, biz indi bilirik də Ersaq necə gözəldir, şəxsən özüm bilirəm. Yəni bir ildir artıq Ersaqdayam, Babək bəyin komandasından. Mən onu da görürəm də necədir. Amma bəziləri deyir ki, yox, yaxşı deyil, belədir, elədir, deyir. Mən də deyirəm ki, təbiidir, Rita meyvəsindən hazırlanmış məhsullar da hamısı yaxşıdır, əladır. Mən istifadə edirəm. Heç biri dedim pis deyil. İstər qida Ya Aslan əlavəsi bəy, təbii ki, elə deyəcəklər də. Axı onlar Ersağın hələ nə olduğunu bilmirlər. Biz də 10 il bundan qabaq bizə desəydilər ki, adicə hamam tualet təmizləyən bir vasitə banyo vizi ilə kimsə məsələn ağzına vura bilər bunu. Heç inanmazdıq bəlkə də. Düzdürmü? Amma biz onlara məsələn o məhsul deyirsən indi hamıya ki, bu Ritadandır, sabun ağacının meyvəsidir. Amma onu bir dənə açıb göstərəndə, ondan necə sabun hazırlandığını, məsələn, videolar var da, onu sübut olaraq göstərəndə artıq hər kəs buna inanır. Yaxud bizim kataloqda elə aşağıdan arxa səhifələrdə həmin sabun ağacı haqqında, Rita haqqında məlumat var. Bir dənə o məlumatı göstərin qarşınızdakı adamlara. Artıq sizin heç nə deməyinizə ehtiyac qalmır. Onlar sizdən də çox o zaman inanacaqlar. Biz bir çox insanların qarşısında, məsələn, banyo vizini dilimizə belə vururuq rahatlıqla. Ümumiyyətlə o deyil, Aslan bəy. Məlumatı düzgün verdiyiniz halda insanlar da məhsulu tanıdığı halda gəlib qatılacaqlar. Yox, insanlar bəhanə axtarırsa, ucuz və keyfiyyətli məhsul axtarırsa, bu da çətin olar. Bir şirkət ki, öz xam maddəsini, öz plastik qablarını özü istehsal edirsə, demək ki, bunun hər bir şeyini özü istehsal edə bilər. Və bunların da hamısını özü etdiyinə görə, keyfiyyətdə də hər zaman ön planda olduğuna görə qiyməti də hər zaman fərqlənməlidir. İnsanlar sizə çox söz deyə bilər. İnsanlar çox danışa bilər. Bir həkimə getdikdə, həkim orada 100 manatlıq məhsulu dərmanı yazanda həkimə heç bir sualı vermədən gedib alırlar. Niyə inanırlar ki, bunu mən qəbul etsəm düzələcəkdir. Buradakı məhsullara da inanmaq lazımdır, toxunmaq lazımdır, keyfiyyəti görmək lazımdır. Kənardan biz nə qədər desək də xeyir yoxdur. O insanlar o məhsula toxunmayana qədər, o məhsulun keyfiyyətini görməyənə qədər çox söz deyib, çox söz danışa bilərlər. Ətrafdakı insanların nə dediyinə fikir verməyin. Sizə sizin kimi liderli, ruhlu, çalışmaq istəyən, hədəfi olan, məqsədi olan insanlar gələcəkdir. Sizə sizin kimi bacarıqlı insan gələcəkdir. Ətrafdan çox söz deyilib, sizi ruhdan salmaq istəyən insanlar olacaq. Əsasən də əhatənizdə olan, yaxın bildiyiniz. Bilirəm, çox donsuz da. Bəzən Və bu insanlar sizi ruhdan salmaq üçün əllərindən gələni edəcək. Bugün ruhdan salmaq üçün edəcəklər, sabahları irəli gedəndə qazanan vaxtı deyəcəklər ki, mən sən zaten bilirdim ki, sən qazanasın. Mən bilirdim ki, sən irəli gedə bilərsən. Bu sözü deyəcəklər sizə. Bizim insanların çoxu yaltaqdır. Bugün pisləyirlərsə, sabah qazandığı görəndə yanında yaltaq kimi gəzirlər. Yəni fərqi yoxdur. Hər kəs özünə uyğun olan hərəkəti edir və buna görə də siz ətrafınıza baxmayın, önünüzə baxın, irəli gedin, irəli getmək üçün yeni planlar qurun, hədəflər qurun, komandanıza baxın. Yəni yolunuza baxın, gedin. Ətraf nə dedi, nə demək istədi, bunlara ümumiyyətlə baxmayın. Ümumiyyətlə baxan deyiləm, kim nə dedi, amma istər-istəməz insan biraz əsəbləşir də. Olan şeylər bunlar. Deyir ki, düz adamsan, sən şirkətin deyir tərəfini saxlayırsan. Mən şirkətin tərəfini saxlayıram deyə qısqandılar ki, mən o boyda şirkətin tərəfini saxlayıram. Olan şeylərdir bunlar. Hamımızın başına gəlib bunlar. Hamımızın biz bu yola çıxanda bizim heç birimizə inanmırdılar.
Bizim heç birimizə bu Hı. işi bacaracağımızı bildirmirdilər. Əksinə bizi ruhdan salmaq üçün əllərindən gələni edirdilər. Bu yerə gəlib çatmaq heç də asan olmuyubdu. Ona görə də ki, çıxdığınız yol asandırsa, o da yol deyil. Əgər çıxdığınız yolda sizin ayağınıza ilişirsə nəsə, ayağınız büdrüyürsə, bilin ki, o yol yolunuzdur. O yolda yorulmadınızsa, o işin bir keyfiyyəti də olmur ki. O iş olmadı ki, o işi sevə bilməzsən ki. Əgər çətinlik çəkmədinizsə o işdə, o işi heç vaxt sevə bilməzsiniz. Onun üstündə dura bilməzsiniz. Çətinlik çəkdiyin bir işin arxasında möhkəm durursan ki, əziyyətin olur burada. Əziyyətini çəkmədiyiniz işin üstündə heç kim gəlib dura bilməz. Bu gün burada olacaq, sabah başqa yerdə olacaq. Doğru. Mən bu gün deyim, məsələn, 2 ətir satdım, amma hələ ki mənim komandam 2 dənədir. İndi mən də istəyirəm, olsun. İndi bəziləri Olacaq, qiymətlər də inşallah bir olacaq. şey eləmirlər. Ona görə qalırsam belə. Yoxsa belə keyfiyyətlidir. Çox xoşum gəlir. Deyir, üz gelindən məsələn mən istifadə edirəm ki, üzümdəki kir geçsin, yağ geçsin. İstifadə edirəm şəxsən. Əlimi belə yumuşam, ondan heç nə olmur. Üz Maşallah geliyle. sizə. Maşallah. Başqa kimin nə sualı vardı? Çox sağ olun Aslan bəy. Siz sağ olun. Başqa kimin nə sualı vardı? Kimin nə fikri vardı? Ümumiyyətlə məhsullarımız haqqında, kampanyamızda olan məhsullar haqqında xanımlar, kampanyamızdakı hədiyyələrimiz də elə belə hədiyyə deyil. Şampundur, zeytin yaprağıdır, deyirdim deməyəcəm, duş jelimizdir, sıvı sabunumuzdur, sonra olğun cildlər kremidir, çamaşır qoxusudur. Bir də başqa nə idi orada? Normalde qara paltarlar üçün yuyucu vasitə də olur. Hədiyyədə olanda. Yox, Normalde hal-hazırda deməli duş jeli, sabun, Olğun olğun cildlər var. cild, çamaşır qoxusu, bir də toz paraşok. 5 bu, Dəfnə sabun. bəli, 5 bu, ikisi də əlavə olaraq sürpriz hədiyyəmiz. İnşallah ki, xeyrini görərsiniz. Çox gözəl məhsullardır, keyfiyyətini görərsiniz. mən dəfnə sabunundan istifadə edirəm. Onun iyi çox gözəldir. Hələ 100 dəfə ondan əlimi yumuşam. 100-dən də çox bəlkə sayır. Xeyrini görün, xeyrini görün. Yaxşıdır. Uzunuzludur. Ne vakit başlıyor kampanya? Ayın 22-si başlayır inşallah. Ha, yaxşı. 22-si başlayır, 27-si kampanyamız bitir. Bu kampanya vaxtlarda inanıram ki, çox gözəl dövriyyələriniz keçəcək. İnanıram ki, bu kampanya içərisində bütün hədəflərinizə çata bilərsiniz. Hər şey sizin başınızda durur. Hər şey sizin çalışmağınızdan asılıdır. Yoruldum, ruhdan düşdüm. Ekibim əvvəlki dövriyyəni etmədi. Zaten bizim bu günə kimi gəldiyimiz bir şey də qeyd edim burada. Biz bu günə kimi gəlib çatmışıqsa, bizim yanımızda o qədər insanlar gəlib gedibdir ki. Biz ilk gün başladığımız gün yığılan komandamız bu gün o komanda deyil. Hər biri gələnlər də var, gedənlər də var. Duranlar, bu komandada qalanlar işini biləndir, şirkətini biləndir, istifadə etdiyi məhsulu biləndir, nə istifadə etdiyini bilən adamlar da qalırlar. Hansı ki, o fikirləri başqa yerdə olan, hər zaman gedim hər yerdə ilklərdən olum deyənlər vardırsa, onlar hələ də firma gəzirlər, hələ də firma dolanırlar. Bu insanlar heç vaxt irəli gedə bilmirlər. Ona görə də ki, bu günlər sizin komandanızda harasa getmişlərsə, hardasa qalıblarsa, geridə qalıbsa, bunlara görə narahat olmayın. Siz qarşınıza baxın, yolunuza baxın, yolunuza baxdığınız müddətcə yolunuz açılacaq. Yola çıxmalısan ki, hərəkət eləməlisən ki, yolun da açılsın. Mən durum, fikirləşim, yolum açılar, düşərəm yola gedirəm, düşüncəsi olacaqsa, o zaman siz heç vaxt irəli gedə bilməzsiniz. Bunları ağlınızda saxlayın. İnanıram ki, bu kampanyada da yaxşı çalışmalarımız olacaq. Həftənin 6-cı gündə ofisdə seminarımız olacaq. Bu da reklamlarla bağlı olan seminar olacaqdır. Reklamların işimizdə nə kimi Zümrüt xanım, 7-də 5 kampaniyası nə vaxt başlayacaq dediniz? 22-si. 22-si Allah qorusun. İnşallah. Başqa sualı olan varmı? Suallardan başqa məhsullar haqqında dönüşlər edən varmı? Mən bildirmişdim qrupa ki, kimlərin fikri vardırsa, kamerasını açsın və ya açmasın, səs olaraq bildirsin ki, hansı məhsullar haqqında nəticə görübdür. Tərənnə xan, buradasınız, siz nəticələr görmüşdünüz. Mən Klimbul masaj kremi ilə nəticə görmüşəm. Ağrımı götürüb də, yəni yaxşıdır. Lap yaxşı, da şifa versin. Sağ ol. Gülbahar xanım, axşamınız xeyir olsun. Kameranızı açmısınız, səsinizi də açmısınız.
Gözləyirsiniz yəqin danışmağı. Nə danışım var? Axşamınız xeyir olsun. Necəsiz? Çox sağ olun. Salamatçılıq. Allah razı olsun. Qulaq Məhsullarımızdan asıram. heç istifadə etmisiniz? Bəli, bəli, bəli. Hansı məhsulumuzdan istifadə etmisiniz? Elə hamısından, əksəriyyətindən, Ay maşallah. əksəriyyətindən. Yox, bizim şirkət yaxşıdır. Çox yaxşıdır. İndi kim istifadə eləyib bilir. Kim ki bilmir, baxma bizə də deyirlər. İndi qardaş deyir belə, vallah bizə də deyirlər. Mən hələ bir ikisi yazılıb almalıdır, deyir ki, yoldaşım deyir ki, yox, düz yalandan deyirlər. Dedim özün bilirsən. Bir vaxt olacaq qayıdıb gələsən ki, mənim dərmanlarımı alın. Düzdür. Salam, axşamınız xeyir olsun hər birinizin. Mən Axşamınız bir xeyir olsun sualım var, Tərənnüm sonra xanım. məhsullar haqqında sonra danışırıq. Bir sualım var ki, onurğa üçün burada yəni mən hər getdiyim yerdə danışıram ərsaq. Demək olar ki, mən bir yarım saat hansı məclisə gedirəmsə, qısa bir terminalım olur, elə bir söz elə gətirir ki, mən danışıram məhsullardan, aldığım nəticələrdən danışıram. Bir nəfər məndən, mən ki, qlukozamın haqqında danışırdım ki, dizlərdə ağrının necə apardı, məndə necə müsbət təsir göstərdi. Bir, yəni, dayı idi, yəni yaşlı bir, orta yaşlı bir kişi xeylağı bir dayı idi. Deyir ki, məndə sümüyümdə, onurğamda problem var, dizlərimdə, o dediğiniz problemlər dedi, məndə də var. Yəni, mən dedi, o qlukozamını içə bilərəm, yəni onu, mənə telefonun nömrəsini götürdüm ona. Mən onu hələ dönüş eləyə bilmirəm. Çünki dəqiq hələ məlumatım olmadı ki, onurğa sümüyünə də, yəni nəyin təsir edəcəyini. Amma dizlərdə bilirəm ki, qlukozamin yəni bir nömrədir. Qlukozaminlə problem. Bir də təzdən alaq. Diz bağları ağrıyır. Bir də ki, onurğasında problem var. Onurğa sümüyündə problem biri var Onurğa ki, sümüyündə ağrıyır. nə kimi problem var? Hə, biri çox ağrıyır. Onu dəqiq şey eləmək də bilmədim. Axşamınız xeyir olsun. Onurğamda problem var, bir də ağrı var. Neçə yaşı var? 75 Orta yaşlı dedi. kişi. 80 dedi. Yox, orta yaşlı bir kişi idi də. Yaxşı soruşmadım bizi, utandı. Yəni bizə aparmışdı, bir ziyarətə aparmışdı, şofer idi də. Orada ona qısa bir söhbətim oldu. Sadəcə onurğasında ağrıdır, yoxsa Bir də məsəl üçün dizlərində. onurğasında hansısa problem var, yoxlanıb həkimdə? Ondan soruşdu ki, yəni diz yırtıqdır, dedi, yox, yırtıq deyil. Yırtıq olduğunu biləm ki, dedi, yırtıq deyil, sadəcə onurğamda problem dedi var, ağrıyır. Belimlə, dedi, ayaqlarım. Yəni həkimdə yoxlanıb, həkim deyib problem var, Onunla adını dönüş demədi problemin. Yox, onu deməli, onu mən inşallah öyrənərəm. Yəni deyirəm, qısa da olsa məlumatım olsun mənim ən azından da, yəni onurğa haqqında. Mən qısa Mən sizə ona görə məlumat şey verəcəm. Mən qısa məlumat verəcəm. Yəni əgər sırf ağrıdırsa, işləyir də yəqin ki o adam. Bəli, şoferdir. Əla. Onun onurğasında aşırı problem olsa o şoferlik edə bilməz. Deməli, qorxunc problem yoxdur. Sadəcə o oturaq həyat keçirdiyinə görə fəqərə sümüklərində problem yaranıb, sıxlıq gedir. Kislorod yetinmir ona görə. Ona verirsiniz glukozamin, mütləq yanında kurkumin verirsiniz və yanında verirsiniz ona ak günlük. Glukozamin, kurkumin, ak günlük. Onu istifadə edəndə dalbadal istifadə edirsən? Heç bir problemi yoxdur xanımlar. Qida əlavələrini hətta 7 ədəd, 8 ədəd yazılsa belə, onların hər birini sadəcə ac qarnına, tox qarnına alma vaxtı ola bilər. Ac qarnına, tox qarnına alma vaxtına bir dənə fikir verirsiniz. Qeyri-adi, məsələn, belə deyim, qeyri-adi, məsələn, qorxacaq bir şey yoxdur. Çünki orada dərman deyil ki, siz qorxasınız. Normalda, məsəl üçün, mən səhər-səhəri dururam, mastitimə görə 8 dənə qida əlavəsini qoyuram qabağıma, tappatarap hamısını atıram gedir. Ondan qorxmayın, çünki qida əlavəsidir. Qida əlavələrindən qətiyyən qorxmayın. Axşamınız xeyir xanımlar. Axşamınız xeyir olsun Tərənnüm xanım, necəsiz? Üzrlüsəm, biraz uşaq məni gördü, ona görə dinləyirəm. Amma mən də xanım dediklərinə qatılıram. Mən özüm də
onlardan istifadə eləmişəm. Hal-hazırda da həkimim klinikada bunu hər ay müayinədən keçirəm. O məndən soruşdu. Qızım dedi, sən dedi, nə qəbul eləyirsən? Dedim ki, doktor, mən revmatizm müalicəsini götürürəm, amma dedim ərsaqdan bu qida əlavələrini içirəm. Yaşlı uzmandır da xanımlar. O atkısını qoydu gözünə baxdı. Bax, o bəy xanım dedi, kurkumizin, başqa birisini də dedi, o ikisini də baxdı, dedi, çox gözəl. Və mən özüm də buradan revmatizm müalicəsini götürürəm. O ikisini də içirəm. Ay İndi maşallah. hal-hazırda bitibdir. İndi yenə inşallah götürmək fikrim var. Mazlarını da çəkirəm. Oskaliptin həm mazını çəkirəm, həm kapsulun qida əlavəsini qəbul edirəm. Çox gözəl də nəticəsi var. O mənim özümə dedi ki, qızım, çox gözəl nəticədir. Dedi ki, sən davam elə. Amma açığını deyim ki, xanımlar, mən ora analizə gedəndə revmatizma məndə 600 çıxmışdı. Amma onları içəndən sonra, 3 ay içəndən sonra məndə o düşmüşdü 200-ə. Ona görə həkimin mənə dedi ki, çox gözəl nəticəsidir. Allah hər birinizə şəfa versin. Amin sizə də. Az da olsa, yəni dedim daha biraz uşaqlıyam. Üzürlü sayın. Cümləmizi Allah şəfa versin, dərdimiz olmasın. Amin. Ona görə yəni bizim qida əlavələrimizdən çəkinmədən qəbul eləyə bilərsiniz. Mən özüm qəbul eləmişəm, eləyirəm də, eləyəcəm də. Ona görə sizə az da olsa dedim bilgi verim. Çox sağ olun. Ümumiyyətlə belə mən çox adamlara müraciət etmişəm. Onların içində əksəriyyəti deyir ki, hə, yəni istifadə edirik də biz onlardan, yəni çox yaxşıdır məhsullar. İndi istər Çünki qida əlavələridir. həm qida əlavələri, həm də belə vasitələr də, yəni yuyucu vasitələr, təmizlik. Yəni çox Aha. adam deyir ki, hə, istifadə eləyirik. Hələ yaxşı. tekstil yataq dəsti də var. Həqiqətən, O da olar. Həqiqətən mən pis deyən eşitmədim. Bilirsiniz xanım, Var mən mı? özüm 15 sürə otu mənə yazır həkim. Adi bildiyimiz adi otlardır da. Onları mən dəmləyib 1 litr suya içirəm. Gündə 3 dəfə aşqarına. O da həkim də onun strukturuna baxdı, oxudu. Dedi ki, qızım, bu da qida əlavəsidir. Çox gözəldir. Bunu dedi sən davam elə. Şimdi o həkim onu deyibsə çox sağ olsun. Amma elə həkim var ki, biraz adam şey eləyir də, yəni yaxın qoymaq istəmir. Mən olub da bəzi yerlərdə demişəm, deyirlər yox. Görürəm ki, bir təhər yanaşırlar. Deyirəm, hə, yaxşı, siz bildiyinizi siz bilin. Demişəm ki, siz bildiyinizi siz bilin, biz də bildiyimizi biz bilək. Daha nə deyim mən ona? Bax, xanımlar, Oskaritin öz mazı elə bax iltihab əleyhinədir. Qida əlavəsindən başqa mazı. Mən özüm də bu dəqiqədə istifadə edirəm. Hangi mağazada? Hansıdır bizdə? Oscar. Oskalit. Okalipt. Hə, Evkalip. Ha, okvalip olan. Evkalipiya deyilir Azərbaycanda. Hə, adını bilirəm, səhv dedim. Hə, Olsun. xanımın sualı var idi. Buyursun, Zümrüt buyursun. Hanım belki okaliptus demək istəyir. Elə odur da evkalip. Azərbaycan dilində evkalip deyilir Nərgiz xanım. Evkalip. Bəli. O bir Glenbar'dır. Glenbar çox gözəl onların nəticəsi var. Mən onların ikisini qarışdırıb vururam, qəşəng kömək eləyir. Söyüd üzlü ilə o klimbalı qarışdırıb vururam. Çox özdə Mən özüm də o eləmsiz istifadə söyüd edirəm. üzlü var. O söyüd üzlü o qədər gözəl şeydir ki. İnan ki, adamın gözəl. əllərini hara vursan ora pambıq kimi. Mən valla onu yüzümə də vururam. Nə deyim valla. Pambıq kimi eləyir adamın üzünü. Çox ləzzətli bir şeydir nəsə. Allah hər birinizə şəfa versin. Xanımlar, düz 1 saatımız tamam olub. Heç kim hələ heç bir şey açıb yenə də qıraqda burada neçə nəfərik biz, dəqiq deyim. 37 nəfər qalmışıq. Bu 37 nəfərin içərisində 4-5 nəfərimiz fikirlərini bildiribdi. Kimsə fikir bildirmək istəyirsə buyursun desin. Öz nəticələri vardırsa bölüşsün, yoxdursa biz seminarımızı yekunlaşdıraq. Çünki heç kimin vaxtını almaq istəmirəm. Gecə vaxtıdır, hamı işdən yorğun arğın gəlibdi. Mən məsələn D vitamini var, D3, K2. Özünə yaxşı baxın. Xanımlar sağ Çox olun. sağ olun, Sərvinaz liderim, çox sağ olun. Bir şey soruşmaq istəyirəm. Bu D3 Buyurun. K2 var ha. Aha, Onu biz dilin altına töküb içirik və su bəli, ilə. bəli. Dilin altına 2 damcı əlavə edib içirik. Su ilə.
Suyla içirik. Yox, yox, yox. Damcı olaraq dil altına Suya dökülür. ehtiyac yoxdur. Aba, Suya Ayşə, onu ehtiyac bax, yoxdur. neçə vaxt istəyirəm soruşum. Mən onu suyla içmişəm. Mənə suyla Dil demişdilər. altına Fərqi tökdükdə yoxdur. daha Onu tez qana suyla da sorulur. içsən, susuz da. Heç nə oldu. Mən onu elə Əslində bir mən onu Əgər onun məsələn suyla də düzdür, çəkini elə bir 12 xüsusi damcı tamı içmişəm. yoxdur. yox, yağdı da, bir balaca dadı var olsun da. Yox, onun elə bir Yox, elə xüsusi yağlı tamı deyil. yoxdur xanımlar. Amma Yox, yəni onu yemək arası dilin ağzına 20 damcıdan damlatsaz yetərlidir. Tərkibində K2 var. 20 Çox damcı. qəşəng. Hə, 20 damcı gündə bir dəfə eləyin səhər-səhəri. Çox Böyüklər az üçün olaraq 20, 2 damcı balacalar beş üçün Buyurun, kimin də bax, sözü var? Buyursun desin. Orada mesajda yazıbdı. Mənim də sözüm var. Burada mesajlar indi görün. Hə? xanımlar, Vitamin bizim D. DNK K2-mizin içində instruksiya da var. Bilmirəm, baxmısınız ya yox. Şirkətimiz tərəfindən az yaşlılar neçə damcı içəcək, böyüklər neçə damcı içəcək, onlar hamısı var. Yəqin ki, fikir verməmisiniz. Akşamüstü olar mı? Mən Hə, orada hamısı var. Çox az açıq, sayılır. aydın Böyüklər. yazır. Lazımdır biraz artırmaq da. Çox az da 2 damcı, 3 damcı. Mən 12 Mən- damcı içirəm. Çəkimə görə 64 kiloyam. O çəki ilə içilmir canlarım mənim. O çəki ilə içilmir. O hə, o sadəcə ola bilər ki, məsələn, sizdə çatışmamazlığı var. O halda bəli 20 damcıdan. Əgər ki Məndə az batır, çıxdı. əgər ki sizin vitamininiz yetərincə 70-də, 60-da və yaxud da ki 50-56-dadırsa, onda siz onu sadəcə o vəziyyətdə qalmağını dəstəkləmək üçün gündə 10 damcını içə bilərsiniz. Böyüklər gündə 10 damcını içə bilər. Mən Amma şəxs mən içmişəm, mənim bədənimdə bu yüksəlib, daha ehtiyac yoxdur, bir il içməyə bilərəm. Yəni elə bir fikir yoxdur. İldə ən aşağısı, baxın deyək ki, bir ildə 12 ayımız var. 12 ayımızı 3 ay qəbul eləyirsiniz, 3 ay dayandırırsınız. 3 ay qəbul eləyirsiniz, 3 ay dayandırır. Bu sizin profilaktik müalicənizdir. Profilaktik. Qəbul Amma edən böyük doza ilə qəbul edirik də. Məndə aşağıdır. əgər aşağıdırsa, onda 20 damcıdan dilinizin altına yeməkdən dərhal sonra və yaxud da ki, yemək arası. Məndə şəxsən vitamin D çox aşağı idi, 23 o idi. Mənə sponsorum 4 səhər, 4 damcı səhər, 4 damcı da axşam demişdi. Mən sadəcə Yox, 4 damcı yox. bir 4 yerdə damcı 8 azdır damcı sizə. içmişdim. Yəni bir yerdə 8 damcı içirdim səhər tezləndən. Yəni bir qutu qutarandan sonra mən getdim analizin təzəleyici ayın 8-i. Analizi verdim və vitamin D-mə ən yüksək çıxan vitamin D oldu. Məndə 62. Maşallah. Hələ bir Maşallah, qutu. maşallah. Ha, Maşallah. maşallah. Amma onun bir pipetkası ölçək. Pipetka odur. Bir pipetkası tutur 26 damcı tutur. Biləsiniz. Həkimimiz Çox ölçüdür. adam, bəli, çox adam pipetkanı götürür, yığır. Pramoy boşaldır ağzına, təzədən yığır, deyir, yox, bu yəni pipetkadırsa az olacaq. Elə deyil xanımlar, damcı ilə mütləq sayın. 20 damcını görür. Bir pipetkada 25-26 arasıdır. Yəni özüm ölçmüşəm, bilirəm onu. Böyüklər 20 damcıdan qəbul eləsin. Hələ ki aşağıdırsa 20. Stabil saxlamaq üçün 10 damcıdan yetərlidir. Balacalar isə 5 damcıdan başlayırsınız. Özü də ilk doğulan uşağa da 2 damcıdan başlayırsınız. Biləsiniz. Bax, xəstəxanadan çıxdı, gəlin evə gəldi. Uşaq qucağındadır. Həmən gecədən də artıq 2 damcıdan verməyə başlayırsınız. D3 K2-ni. Xanımlar, o gün Türk uzmanı danışırdı bizim bu D3 K2-miz haqqında. Mən özüm onu dinlirdim. Səhv eləmirəmsə qrupa da onu atdım. O bax, eyni ilə bizim bu həkim xanım danışdığı kimin danışırdı. Eyni ilə bax. Çox sağ olun. Deməli, Süleyman kimdir burada? Sərfinat çox sağ ol, ürəyinə sağlıq can. Amma Əziyyət bütün çəksin qida səndən. əlavələrini Dəyməz, araşdırmışam. dəyməz, dəyməz. Ümumiyyətlə 11 yaşdan yuxarı yazılıb hamısında. mümkün Yox, isə mən də bir xanımlar, 11 yaşı sualımı 11 yaş Ondan da üzərini də sizə bəyəm. izahını verim. O dövlətlər arasında Səhiyyə Nazirliyi tərəfindən, bax bunu hamınız bilin. İstər qida əlavəsi olsun, istər təmizlik vasitəsi olsun, istər hər hansı bir vasitə olur olsun, fərq etmir.
Heç bir halda az yaşlının dozasını orada göstərmirlər. Ona icazə yoxdur. Dövlətlər tərəfindən nə Türkiyə səhiyyəsində icazə yoxdur, nə Azərbaycan. Onun şirkətə heç bir aidiyyatı yoxdur. Yəni sırf bizim şirkət, sənin şirkətin, o biri şirkət söhbəti deyil. Bu hər yerdə bir qaydada da gedir. Bu belədir. Adi məsələn, baxın, biz banyovisi ilə üzümüzü silirik, banyovisi ilə açıq əllə iş görürük, amma banyovisinin arxasında görürsünüz nə yazıblar? Yazıblar ki, əllə, üzlə, nə bilim falan təmas eləmək olmaz, dərhal yuyun. Niyə? Çünki bizim analitik şöbədən keçəndə konkret icazası var da, yəni bunu yapışdıra bilər. Onun arxasına bunu kosmetik vasitə kimi istifadə bilərsən sözünü yazmaq ixtiyarı yoxdur. Etiket kartaları var da yəqin ona uyğun yazırlar. Elə Yəni onu eləyə yazmalıdır. bilməz. Düz deyil. Xanım düz vurğulayır. Bax, mən nəvəm var da evdə 6 aylıq. Bax, eyni ilə həkim dedi, evə gəldik. Dedi onu qoyma çıxsın. Ona gündə 4 damcı D vitamini ver. Bundan əvvələ bizim vaxtlarda bir dəhəm verirdilər. 2-3 aydan sonra, uşaq doğulandan sonra 1-2 dəfəm verirdilər. Amma indi uşaq doğulandan böyüyənə qədər veririk. Çünki xanım dediyi kimi belədir. Özdə D3 K2-nin haqqında da o gün həkim danışırdı, uzman. Mən özüm dinləyirdim. O elə dedi ki, bax, verin dedi bu cür. Böyüklərə də necə lazımdır vermək 2-3 damcıdan. Çox sağ ol. Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Bir dənə Kifayət xanım. qida əlavələri haqqında bir məlumat da mən əlavə edim. Mən sizin bu şirkətdə yeniyəm. İnşallah məhsullarınızdan dadarıq və xeyrini görərik. Qida əlavələrinin ən gözəl üstünlüyü odur ki, qida əlavələrini nə qədər qəbul etsən də, bədən istədiyi qədəri götürür. O ki, qaldı D3-ə və yaxud D vitamininə. D vitamini insan doğulduqda ölənə qədər, ömrünün sonuna qədər D vitaminini mütləq qəbul etməlidir. Təbii ki, əgər əksikliyin çoxdursa da, dozanı artıraraq istifadə edirsən və normanı aldıqdan sonra nə inisə elə, nə qədər qəbul etsən də, vitamin özü bədən götürdüyü qədər götürür. Fərq etməz hər hansı qida əlavəsi olaraq, hər bir vitamin öz qədərini götürdükdən sonra özü öz işini görür, funksiyasını davam edir. Amma yenə də deyirəm, profilaktiki olaraq D vitaminini insan doğulduqdan ölənə qədər mütləq qəbul etməlidir. Çünki D vitamini çatışmamazlığı zamanında oynaq ağrıları, sümük yeyilməkləri, artroz və çox problemlər əmələ gəlir. Və hər bir xəstəliyin də insanın ayaq üstə durmanın səbəbi hamısı D vitamini üstündə asılıdır. Biz Azərbaycanlılar öyrənmişik, ən uzaq uşağımıza vermişiksə də, indiyənə qədər düzü, indi ayırmışıq da qida əlavələrini biz indilər axır vaxtları çox dəbəminib, çünki hamı bitkisel şeyə qaçır. Çünki aptek məhsulları kilok alırlar, heç bir bəhrəsi görmür. Zamanında insanlar bir dənə pensilin istifadə edirdi və pensilinlə bəlkə də bir il heç xəstələnmirdik. Amma indi kilok aptek məhsullar gətiririk. Heç bir effekt olmur. Heç bir effekt olmur. Amma qida əlavələrinin həqiqətən belə adəncəyə qədər çox gözəl effektləri olur. Ona görə də həkimlərimizin çoxu, hətta belə mum həkimlərinin çoxu qida əlavəsinin adı çəkiləndə vahimə götürür. Nəyə görə? Çünki insanlar şəfa tapır. Elə bir onlara norma qoyurlar ki, ildə nə qədər insan həyatını dəyişməlidir. Ən çox da onkoloji xəstələr özlərini qida əlavələrinə çox bağlayıblar. Çox həddindən çox. Çünki ümidlərini ona bağlayıblar. Sadəcə ildə 3 aydan bir konsultasiyadan keçirlər ki, nədir, pensiyaları kəsilməsin də. İnsan neynəsin? Hər kəs bir yerdən bir çörək pulu istəyir gəlsin. Allah heç kimi yolunu o tərəflərə salmasın. Ümumiyyətlə, onkoloji xəstəxanaların həkimləri heç qəbul eləmir qida əlavələrini. Çünki onları sərf eləmir. Allah hər birinizə Burada Süleyman adında bir şəxs sual veribdir. Yoldaşımın beli ağrıyır. O buradadır. Bəli, onu gözləyirəm ki, sözünüzü bitirəsiniz. Bunun dedi yazdığını Buyurun. demə, yoldaşımın beli ağrıyır. Mən qlukozamin kollajen, tip 1, tip 2 zeytun ekstratı istifadə etmişəm. Bir ay tamamında kəsməyib, ağrına başqa nə verə bilər?
Həkim bildirir ki, sinirdən ola bilər. Bu mümkündür. Yəni sinirdən də ola bilər. Sinirə sakitlik Əgər verilir, burdadırsa arayırlar. həmən adama burada deyilsə də çatdırarsınız Zümrüd xanım. Demək, sinirdən həkim deyibsə, əgər yoxlanışda olub deyirsə, yəni burada deyir həkim deyir sinirdən ola bilər. Ola bilər başqa, amma sinirdəndir bir başqa. Demək ki, həkimdən sadəcə normal bir yoxlanışdan bəlkə də keçməyibdir. Ağrılar ola bilər necə? Əgər keyseriyə əməliyyatı eləyibsə, beldən narkoz götürübsə, bəli, onun ağrıları gedir və gəlir. Niyə? Çünki bədəndə onurğa arasında su bazı azalır bu əməliyyatdan sonra. Ona görə də Evet. xanımın siniri oyanır. Artıq beldən narkoz keçirdiyinə görə sinir oyanır. Buna görə də Xanım qəbul deyil. Bu Süleyman məncə xanımdır ki, yoldaşın adı ilə Bəli, burada bəli, yazır. xanım idi. Sual verən xanım idi. Bəli, 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 xanım. mən idim, yoldaşımın problemidir elə. Bir Aha. 85 yaşlı əriniz nənəmdir, belindən problem. Bir də yoldan deyə. İkisini də o həmən ora yazdıqlarımı istifadə etmişəm bir aydır. Yəni tam Aha, kəsməyib də, yenə görürsən ki, yaxşı. nəsə İndi sizə sual verim mən. Bəyin nəsə hansısa bir həkimdə yoxlanışı olubdu? gedibdi, deyir ki, siz sinirdən ola bilər. Yırtıq deməyibdi, amma bu yırtıqdan şübhələnir, amma yırtıq deməyib də. Deyib sinirdən ola bilər. Yəni ağır işdə işləyir, Oturanda yəni kənd qalxa işidir. bilir. Ay sağ ol, oturanda bax çətinlik çəkir, oturanda heç deyirəm, elə bir sökənə gərək. Duranda da Söykənə ki, oturanda da. dura. Hələ birdən elə olmuşdu ki, ayağın corabını geyinəmirdi, qalxamırdı. Bir də sizdən bir şey soruşacağam. Ayaq üstə duranda belindən dizinə vurur ağrı? Hə, var, elə bir şeylər var. Yəni deyimi, nə deyir, çox oturma, nə çox hərrənmə. Hə, sical şinyervdir o. O yırtıq falan deyil, o sical şinyervdir. Ona sarı kantoran qida əlavəsi verirsiniz. Bir də kurkumin. Neçə yaşı var? Yoldaşımın 42 yaşı var, nənə 85 yaş. Yəni Başa ikisində də eyni düşmədim. problem. Amma nənədə yırtıq deyiblər. Amma yoldaşımda yox. Hə, 85 yaşında olan xanımda yırtıq var. Aha, onda yırtıq deyib. Yırtıq şəkəri yoxdur ki xanımın. Yox, yox. Əla. Təzyiqdir, bir dənə təzyiqi var. Bircə dənə təzyiqi var. Demək siz ona nəyə verirsiniz? Glukozamin, kollajen mütləq verirsiniz. Tip 2. Vermişəm ondan T1, T2-ni, bir də Yox, tip kollajen, bir 2. də zeytin ekstraktını Yox, tip təzyiqinə 2 görə. xanım. Tip 2. Tək tip 2 kapsulası var, tableti var bizdə. Tək tip 2-ni verirsiniz. 1, 2, 3 ona lazım deyil. Ona 2 lazımdır. Hə, tək vermişəm, 1, 2, 3-ünü yox. O Hə, kapsulasını. vermişəm, yəni bunu da qeyd edeyim Bir ki, ay. qida əlavələri 1 ay qəbul olunub, bazı vurmur, tamamlamır. Ən aşağısı 3 ay və yaxud o 3 ayda necə? Əgər sizdə hər hansısa bir problem yoxdur, sadəcə ön qarşısını alırsınızsa 3 ay. Əgər hansısa bir problem varsa, onda 6 ay tarazlı qəbul olunmalıdır. 6 ay ərzində siz müalicə eləyirsiniz. Bu müalicədir. Amma 3 ay bu profilaktikadır. Başa düşdünüz necə? Ona görə siz Tamam. bir ay nə profilaktika almamısınız, nə də müalicə deyil. Yəni bir ay heç nədir də, belə deyim sizə. Yaxşımı? Yüngüldür də, yüngül müalicə. Yəni o heç müalicə də deyil, profilaktika da deyil, heç nə də deyil. Yəni siz onu sadəcə bilirsiniz necə, belə deyim də, limon yemək istəyirsən, yeyə bilmirsən, götürürsən bir damcı belə dilvə vurursan, bitdi getdi. Bax budur. Hə, Yəni ikisi də haqlıydı, onu götürdüm, dedim görüm necə təsir eləyəcək. Var, əməli xanıma verirsiniz glukozamin, tip 2 kollajen, yazırsınız da yəqin. Bəli, bəli. Aha, bir də ağ günlük verirsiniz yanında. Bir də kurkumini dedim. Kurkumin dedin, kurkumin, bir də ağ günlük. Kurkumin də ağ günlükdür, glukozamin də kollajen tip 2-dir. Bunları içəcək. Amma kurkumini həmişə içəcək, davamlı içəcək.
Yəni yaşadığı inşallah uzun ömrü olsun. Yaşadığı müddətcə elə kurkumini içəcək. Onu dayandırmırsınız. Səhər-səhərə Hı hı. ac qarnına verirsiniz, içir. Tamam. Daha Bunun sonra günorta da kurkumini içir. Gündə 2 dəfə içəcək. Səhər ac qarnına, günorta isə yeməkdən bir 15-20 dəqiqə qabaq verin içməyə. Hı hı. Bir de Sarı təzyiqi kantor de olandı yoldaşımın. Təzyiqi Sa- olandı, başı çox ağrıyandı tabii. sarı kantoran versəz daha yaxşı. Təzyiqi normallaşacaq. Hı hı. Gipertonikdir. Belə ki, təzyiq olur, təzyiq tez-tez baş ağrıyır. Yəni ölçməmişəm, sadəcə məsələn Tərəflə biraz çox əlaqədəyəm. Orada səhiyyədə